gecikdin. Şüküfə xanım, məndən işiniz yoxdursa, mən gedim. Arxa otağın pəncərələri gələn həftəyə qaldı. Bəli. Çox sağ olun. Allah razı olsun. Sağ olun, çox sağ olun. Sağ olun. Yaxşı yol. Salam əleykim. Aleyküm salam. Nə olub Qadir? Yenə dənizdə gəmilərin batır. Necəsən qardaş? Salam aleyküm. Qaqaş bir dənə oradan stəkan gətir də zəhmət olmasa. Bu çay soyub ki. Samir qaqaş, bir dənə də çay ver də. Mən içməyəcəm, özünə yetizdir. Mən indi durub gedirəm. Hara belə? Gecdir. Mən gedim. Hara gedirsən? İndi oturmuşduq ki. Keyfim yoxdur daşqın. Hara gedirəm, iş yox, güc yox. Kimə deyirəm, deyir lazım olsa çağırarım. Belə həyat ola. Gedirəm evə. İş olar inşallah, narahat olma. İnşaat işi belədir də, soyuqda azalır. Allah bir yerdən ruzuvu göndərər. Ürəyini sıxma. Otur, baxıncayarım ha. Salam. Anam gəldi. Ana gəldi. Mənim gözəl qızım. Neyinirsiniz? Bugün evə kim birinci gəlibdi, hə? Mən. Afərin qızım, afərin. Bəs sən niyə evə gec gəlmisən? Ana, mən gecikmədim. Eybi yoxdur. Gələn dəfə sən götürərsən pulu. Amma yolu keçəndə ehtiyatlı olun ha. Yaxşı uşaqlar maşından. Yaxşı. Qaça-qaça gəlməyin. Yaxşı? Oturun dərslərinizi yazın. Atası bugün birinci evə Aylin gəlibdi. Demək pulu o qazanıb. Afərin. Ana, tətildə də ora pul qoyacaqsan? Yox qızım, tətildə onsuz da evdə olacağıq. Bir də ki, mən puluna görə qoyuram ki, siz evə tez gələsiniz. Sən neynədin? İş tapa bildin özə? Tapmadım. Elə bil daşa dönüb. Eybi yox, sabah gedərsən yenə baxarsan. Bəlkə yaxşı bir iş çıxar inşallah. Hə, bir də ki odumuz qutarıbdı. Axşam biraz odun doğrayarsan. Yaxşı, doğruyaram. Ata, mən rəfqəm gilə gedə bilərəm? Nə vaxt? İndi? Hə, Yox qızım, olmaz. Gecənin bu vaxtında rəfqəcilə getməzlər. yaxında yaşayırlar. Dedim ki, olmaz. Qızım, o Rəfiqə dediyin Gülaydı. Hə. Qızım, yaxşısı budur ki, evdə otur, dərslərini oxu. Bu Rəfiqə gilə getməkdə deyəsən təzə çıxıbdı. Həm də ki, sabah 6-cı gündür, onsuz da evdəsiz. Tapşırıqlar eləcək. Bax, anam düz deyir. Sabah bütün günü evdəsən, otur dərslərini hazırla. Yaxşı? Yaxşı. Yeməyini ye. İşin avan da olsun. Sağ ol. Sobanı yandırın. Yox, mən çıxıb gedirəm. Özünüz də ki, yatırsınız da. İş var bugün. Yoxdur. Yaxşı onda.
Uşaqlardan müğayət ol. Olaram, yaxşı. Ana, bugün işə gedəcəksən? Yox qızım, bugün evdəyəm. Dərslərinizi öyrənməyə sizə kömək eləyəcəm. Ana, olar Gülay da gəlsin? Sən Gülayı çox istəyirsən qızım? Hə, Nə bilim, çağırsan gələr bizə. gələr. Sən ananla dərslərini öyrənmək istəmirsən, hə? Amma ana. Salam. Nigar xala, icazə versəydiniz, Gülayı götürüb ev tapşırıqlarını yazardıq. Çalışdım, əzbərləmişdim. Mən səni yaxşı başa düşdüm qızım. Getsin də. İndi çağıraram gedərsiz, yaxşı? Gülay! Gülay! Gülay qızım! Geldim ana. Gəl qızım. Get əynini giyin, hazırlaş. Gedirsiz Aylingilə dərs eləməyə, yaxşı? Yaxşı ana. Get qızım, get. Qızım, keç içəri də, üşüyərsən. Yox, üşümürəm. Sabah rəfiqəsi bizə gəlsin. Həmişə sən gəlirsən onlara. Atasıdır. Qoy o da bizdə qonaq olsun. Yaxşı ana. Afərin. Gəl balam, gəl. Aylingildə dərslərinizi oxuyursunuz, ancaq səs-küy eləmirsiniz ha. Yaxşı. Aylinin anasını incitməyəsiniz. Gedin qızım, yaxşı yol. Gəl içəri. Yenə bir şey çıxmadı. Eybi yoxdur. Gözlə, gözlə, nə qədər gözləmək olar. Vallah bezmişəm. Uşaqlar hanı? Uşaqlar, Elxan həyətdədir, dostlarla oynamağa gedib. Aylindəki Gülay var, qız deyirdimi, rəfiqəsi, onlara gedib çağırmağa. İcazə vermişəm, gəlsin bizə dərslərini oxusun. Düz eləmsən. Yaxşı, bu Gülay kimdir? Görmüsən onu? Hə, Gülay rəfiqəsidir, görmüşəm qızı, amma anasını tanımıram. Nəysə o qızdan danışanda ürəyim sıxılır. Hə, gəldilər. Gəldiniz, gəlin. Ata gəlmisən? Bəli balam. Salam. Salam. Soyuqdur yaman. Hava buz kimidir. Ay.
Bu gecə səhərə kimi yata bilməmişəm. Yerimdə fırlanmışam o yan bu yana. Mən də axır vaxtlar yaman pis yuxular görürəm. Oyanıram, yatıram, təzədən eyni yuxunu bir də təkrar görürəm. Xeyirli olar. Pis yuxunun axırı həmişə yaxşı olur. İnşallah, Narahat olma. inşallah. Bəlkə elə bu gün yaxşı bir iş tapdım. İnşallah. Yaxşı, mən getdim. Siz salamat qalın. Yaxşı yol. Aman Allah'ım. Elxan, salam oğlum, gəl içəri. Ana, yenə də bacı məndən tez gəlib. Tez, bacın hələ gəlməyib oğlum. Bəs planı? Pul? Yadımdan çıxıb qoymamışam hələ oğlum. Görən bu qız harda qalıbdı. Bacı tez gəlməyib bugün. Yox. Elxan, oğlum, sən evdə qal, yaxşı? Heç yana tərpənmə. Mən indi gəlirəm, yaxşı oğlum? Yaxşı. Aylin, hardasan qızım? Gəldim ana, nə olub? Narahat idim, dedim görən harda qalmısan? Gecikmirsən, ana pulu mənə verdi. Gülay, sənin nə işin var burada qızım? Evinizə niyə getməmsən? Ana, anası işdən gəlməyib, atası dedi ki... İcazə olar, Aylin gəlsin bizə dərs işləyək. Atam tapşırmışdı ki, ev tapşırıqlarınızı oxuyun. Yox qızım, hər gün belə olmaz. Sən evinizə get, biraz istirahət eləyin. Hər kəs öz evində işləsin, sonra baxarıq, yaxşı qızım? ana. Aylin, keç içəri. Nə olub? Elə bil, rəfiqəmi qovdun. İstəsəm qovaram. Tanımadığımız, bilmədiyimiz adamların evinə gedə bilmərsən qızım. Axı o mənim dostumdur. Qızım, axı biz atasını, anasını tanımırıq. Bilmirik necə adamlardılar. Zırıldama. Gözünün yaşını axıtma. Dur girəyini dəyiş. Sabah deyərsən, anasına xəbər eləsin. Gedək görək necə adamdılar. Nə danışırsan? Doğrudan? Neyniyə bilərdim ki? Qız da qaçıb getdi, kişi də ki çıxıb getdi. İstədim polisə xəbər eləyəm, qorxdum ki başımıza bir iş gələr. Əclaf, vicdansız. Görək. Bunları görəndən sonra ürəyim ağzıma gəlib. Bütün günü Ailini gözləmişəm. Elxan da sonra gəldi. Burnumuzun dibində olan bu biabırçılıqdan sonra düz eləmsən. O yanında da qızı görəndən sonra cin vurdu təpəmə. Bundan sonra ancaq məktəb, ev, məktəb. Başqa heç yana getmək lazım deyil. Sabah nə edəcəksən? Gedəcəksən? Hə, gedim də, gedim baxım görüm necə adamlardılar. Uşaq axı onlara gedib gəlir. Ged bax. Əgər yaxşı ailə olmasalar, bir də qoymayaq. Uşaqlar bir yerdə olsunlar. Düz deyirsən. Ana, Qızım, biz dərs oxuyanda siz də söhbət eləyərsiniz. yox qızım.
Biz dərs oxuyarıq, siz söhbət eləyərsiniz. Əlbəttə elə olacaq. Mən də gəleyim ana. Hə oğlum, sən də gedəcəksən. Mən istəyirəm ki, siz ikiniz də mənim yanımda olasınız. Gəlin, gəlin gedək. Uşaqlar, mənə baxın. Birdən kimsə sizə pul vermək istəsə, nə bilim konfet vermək istəsə, şokolad vermək istəsə, onun yanına tez uzaqlaşın, yaxşı uşaqlar. Başa düşdünüz məni? Hə, yaxşı ana. Gəlin, gəlin, gəlin gedək. Salam. Salam, gəlin, xoş gəlmisiniz. Çox Keçin sağ olun. içəri. Xoş gördük. Nə yaxşı gəlmisiniz, xoş gördük. Mən Reyhan. Mən də Nigar, xoş gördük. Nə yaxşı tanış olduq. Buyurun keçin içəri. Salam uşaqlar. Salam. Necəsiz? Yaxşı. Mən bax bu evdə yaşayıram. Mənə kömək eləyərsiniz orada daşıyaq. Əmi, axı orada heç kəs yaşamır. Orada mən yaşayıram. Gəlin, gəlin bura. Gəlin bunu götürün. Aferin, siz yaxşısınız. Ay, sağ ol. Geç içəri, geç. Üzünüzə demək kimi olmasın. Allah ürəyimi bilir. Sizdən elə xoşum gəldi. Yaxşı ki gəldiniz bizə. Mənim də sizdən xoşum gəldi. Siz sözündən heç xoşum gəlmir. Gəlin o sözü yığışdıraq. Uşaqların hesabına tanış olmuşuq. Tez-tez bir-birimizə gedib gələrik. Siz də bizə gələrsiniz. Əlbəttə gələrəm. Bu nə sözdür? Bəs bizə hirslənirdiz, gördünüz? Siz bizim sözümüzə qulaq asırsınız. Oturun dərsinizi yazın. Yəqin çayındı qaynadı. Gedim sizə çay gətirim. Ayana kömək qız. Ayana kömək Dayanın, hara qaçırsınız? Mən sizə pul verərəm. Adamın ağlına min fikir gəlir. Düzdür, sizin qızı tanıyırdım. Aha. Amma sizi tanımırdım. Sizi də tanıdım. Lap ürəyim rahat oldu. Sizdən çox xoşum gəldi. Düz deyirsən, haqlısan. Bilirsiniz, sizə bir söz danışmaq istəyirəm. Mən hər gecə yuxumda bir kişini görürəm. Dururam, yatıram, yenə həmin kişini görürəm. O günləri evi yığışdırırdım. Gördüm həyətdən bir səs gəlir. Bizim evimizin yanında o yarımcıq tikili var ha. Hə. Orada bir dənə kişi uşağın əlindən tutub dartırdı. Uşaq da qışqırıq qaçdı. Kişinin sifətini gördüm. Kişi kim olsa yaxşıdır. Kim? Hər gecə yuxumda gördüyüm o həmin kişi. Eyni adam. Eyni adam. Nə danışırsan? Ay qız, gör evimizin qabağında nələr baş verir. Mənim də xəbərim yox. Yaxşı ki dedin sən. Gərək bundan sonra qıza tapşırım, evdən bayıra çıxmasın. Deyəsən bizimki gəldi. Biz də yavaş-yavaş gedək. Hara gedirsən? Otur ay qız, otur. İndi onsuz da keçib yatacaq o. Kim var orada? Gəl, Aylinin anasıdır. Gəl sən də salamlaş. Ax sən Aylini çox istəyirsən, həmişə deyirsən gəlsin bizdə Gülayla bir yerdə dərs oxusunlar. Aylin! Elxan! Aylin! Gəlin gedək evə. Tez ol qızım. Dur. Reyhan, nə oldu sizə birdən-birə? Hara belə?
o qız bizə gələcək, nə də sən onlara gedəcəksən. Başa düşdün? Niyə? Axı mən sizə hər şeyi demişdim. Hər şeyi bilən, hər şeyi görən biri var. Düzdür qızım? O bizi pisliklərdən qoruyur. O pisliklərdən də birini bayaq ötürdük. Bax, oğlum, mən sizə səbr haqqında da danışmışdım. Demişdim ki, səbirli olaq. Düzdür uşaqlar? Düzdür qızım? İndi də gəlin səbirli olaq. Məndən heç bir şey soruşmayın. İnşallah böyüyəndə qızım, deyəndə ki, ana, bugün hansı hadisə baş vermişdi? Mən sizə hər şeyi bir-bir danışacağam. Yaxşı qızım? Yaxşı oğlum? İndi gəlin gedək evə. Düşün derin, inan buna her derdin var elacı. Həyat varsa, hər duyğulu baxışda, yağan nurlu yağışda